gözümün işığı idi, aldığım nəfəsim idi. Abdullah 12 ildən sonra dünyaya göz açmışdı. Evimizin sevimlisiydi. Hərdən elə fikirləşirdim ki, birdən Abdullah'a nəsə olsa, mən necə yaşayaram. Ancaq indi yaşayıram. Çox çətindir Abdullahsız yaşamaq. Mən Abdullah ilə fəxr edirdim, indi də fəxr edirəm. Abdullah dini imanlı uşağı idi. Oruç tuturdu körpəliyindən, namaz qılırdı az yaşı ilə baxmayaraq. Atası həmişə namaz qılanda sözlərini bilmirdi, gəlib əlamətlərini eləyirdi atasının yanında. Abdullah vətənpərvər uşağı idi. Əskərliyə çağırıldı. Dedim, bəlkə getməyəsən. Dedi, yox ana, mən qorxmuram, gedirəm. Utanaram, bayra çıxa bilmərəm. Evin tək uşağı olsam da gedəcəyəm. Arzularımız çox idi Abdullah ilə. Hamısı qaldı ürəyimdə. Hamısını dəfn eləmişəm. Bircə arzum var Abdullah'a qovuşmaq. Yanına getmişdi. Abdullah dedi ki, ana mən toyuma vüqar biləcəyini gətirmək istəyirəm. O da rəhmətə gedib. Abdullah əskər yola salanda ayaqlarının altından öpüb yola salmışdı. Mən inanıram ki, şəhidlərimiz ölməyib, sağdırlar. Çünki həyatda başıma nə gəlib, hamısını Abdullah yuxuda danışırdı mənə. Neçə dəfə çox girir Abdullah yuxuma, mən çox körpəliyi girir yuxuma. Həqiqətən şəhidlərimiz bizi görürlər. Onlar duyurlar, biz analar, atalar şəhidlər xiyabanını ziyarət edəndə onlara ayan olur. Duyurlar ki, onları ziyarət etməyə gəlmişik. Bu yaxınlarda yuxuma girdi Abdullah. Atası gördüm həyətdə iftar süfrəsi verir. Həyətimizdə iki daş arasından şəlalə axır. Əhmədə dedim ki, Abdullah gəlib, necə keçəcək bu suyun arasından şəlalə? Dedi, keçəcək. Gəldi Abdullah, keçdi də suyun arasından, yapışdım, qucaqladım onu yuxuda. Dedim, səni heç vaxt buraxmayacağım, heç yerdə. Əskər gelməmişdən qabaq çox öpürdü məni, boynuma sardı. Dedim, nə qədər öpəcəksən, dedi, ana bu öpümdə, bəlkə axırıncı öpürəksən. Çox xatirələri var Abdullah'ın. Genelde bir gün şəhid olacam, gəlməydi. O sözü deyirlərmiş. Gedir şəhid oldu. Öz şehirləri də var. Əskərlikdə yanılıb getdik. Müharibədən bir 2 həftə olardı qabaq. Yanına getdik, bir dəftər verdi mənə. Bir daha uşaqların nömrəsində yazmışam, biraz da şiir yazmışam. Sağ ol, bütün şəhidlərimizin ruhunu şad eləsin. Məkanları cənnət olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Ordumuzu Allah qorusun, dövlətçiliyimizi, milliliyimizi, vəhdətimizi Allah qorusun. Mən bilirsiniz ki, şəhid Abdullah Əhmədovun atası Hacı Əhməd Əhmədovun oğlum haqqında nə deyə bilərəm? Sözün düzü, bizim tədbirlərdə mən elə olub ki, bəzən saatla danışmışam, həm çıxış eləmişəm, həm şeir demişəm. Amma dinləyicilər də, bizi izləyənlər də məni bağışlasınlar, biraz oğlum haqqında danışanda həddindən artıq çox çətinlik çəkirəm. Abdullah bu evin bəlkə də qeyd olunub yeganə varisidir. Ondan başqa bizim bir evladımız da yoxdur. Arzularımız idi, onunla bağlı arzularım vardı. Xəyallar kimi, arzularım vardı, şirin nağıllar kimi. Amma nə deyim, vətən namusdur, vətən qeyrətdir. Vətən dağdadırsa hər bir oğlun çiyninə düşən ümdə vəzifə
onu layiqli qorumaqdır, ondan ötəri canından keçirməkdir. Abdullah bunu bacaran oğlandır. Bilirsiniz ki, bu günlərdə bizim digər şəhidlərimiz var, onların da məvludlarıdır. Əbdülrəhmanlı Sabirdir, Rüfət Mustafayevdir. Bunlar demək olar ki, mart ayında olan məvludlardır. Özü də ikisi ayın 12-sindədir, Rüfətlə Abdullah, amma Sabir ayın 9-una təsadüf edir. Bir gün fərqləri var. Bu Azərbaycanın bayrağını biraz da qiymətli, biraz da dəyərli elədilər, onu ucaltdılar. Bu qəhrəman oğullarımız Abdullah onlardan biridir. Öz canını ortalığa qoymaqla xalqımızın gücünü bütün dünyaya tanıtdı, göstərdi. Bax, bu rəşadətdə olanların hesabına bu gün danışırıq. Çətindir mənim üçün. Bəzən görürsən, deyirlər ki, başını dik tut, başını dik tut. Sözdə həqiqət var. Bu, əsasən şəhidin anasına, atasına deyilir ki, başınızı dik tutun. Amma oğul dərdi elə bir dərddir ki, onu heç bir tərəzi çəkməz. O gedəndən könlüm sevməz, üzüm gülməz. Ata-ana zaman gələr bir gün ölər, şəhid ölməz. Şəhid sönməz. Məhz bizim də bir zamanımız var, biz də dünyamızı dəyişəcəyik, köçəcəyik. Amma bizim bu qəhrəman oğullarımız əbədidir tarixin səhifəsində. Onların adı heç vaxt oradan silinməz. Abdullah da bu evin ərköyün bir oğlu idi. Bax, bu stolun arxasında görsən, sıxılıq olanda, qonaqlarımız olanda, onun adısa bir 4 yaşı olardı. Yerə gəlirdi, görsən, çox vaxt sıxılıq olan stolun altından belə. Məni görürdü, gəlirdi, bax, qucağıma çıxırdı, dayanırdı. Süfrədə meyvə nə olsaydı götürərdi. Heç kimdən də nə çəkinmirdi, nə bir şey. Belə başa düşürdüm ki, atam buradadır. Yəni, bu küçədə bir 30'a yaxın ev var. Hamının işığı yanır, hamının pəncərəsindən, qapısından işığı yanır. Bircə mənim evimdən işıqları sönüb. Açdım qapını, içəri girdim. Allah, ilahi. Bir adamın yoxluğu ilə həyat necə də acılaşarmış. Necə çətinləşərmiş. O bəzən deyirlər, qardaşım, o sözdə deyirlər insana ki, mənim elə gözüm hələ də qapıdadır. Nə bilim, pəncərədən baxıram, belə gözləyirəm, hələ də gözləyirəm onu, mən onu belə hiss edirəm, belə yaşayıram. Mən pəncərədən baxmıram, nə də qapıya baxmıram. Bilirəm ki, o gəlməyəcək. Mən ora gedəcəyəm. O da bura gəlməyəcək. Özü də yuxuda da mənədir ki, gözləm. Xəstə olmuşdu. Onda da dedi ki, yaxşı olacaqsan. Doğrudan elə durdum ayağa. Şöyle olduqca görürəm ki, çox kövrək oluram. Çox qəhərlənirəm. Çox belə sıxılıram. Bu evə girəndə elə gün olub ki, mən səhərdən düz axşamacan ağlamışım. Düz axşamacan. Bəzən saat 2-yə qədər. Olub belə. Üzü nurlu şaldı. Üzü nurlu şaldı. Aurası çox xoş idi. Adamla danışanda daim təbəssüm eləyirdi. Amma dinləməyi də bacarırdı. Otururdu, qulaq asırdı. Sonra fikirlərini deyirdi. Fikirlərini deyirdi. Göyərçinlərimiz var. O baxırdı. Oturdurdu, neyirdi. İndi yaşlı vaxtımda özüm məşğul oluram. Özüm. Bir daha deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Artıq 6-cı ildir. Demək
demək olar ki, Mövludun astanasındayıq, Mövluddayıq. Oğluma nə deyərəm? Oğluma deyərəm ki, onu salamlayıram. Mövludun mübarək oğlum. Biz səni görməsək də sən bizi görürsən. Sən bizi görürsən. Biz qocalsaq da siz cavan qaldınız. Biz qocalsaq da siz cavan qaldınız. Göstərib şücaət cənnət qazandınız. Bir günəş kimi hər yerə işıq saldınız. Solsa da vaxtından tez ömrün baharı, unudulmaz haqqınız, vətən üçün axan qanınız. Səngərdə dayandı soyuq qış gecələri. Sizi qorxutmadı düşmən gülləsi. Şaxta vursa da ayaqları, əlləri, əridər qarları, əskər nəfəsi. O donan